Bağışlayan ve mehriban Allah'ın adıyla. Əziz müsəlmanlar, müqəddəs Ramazan ayının son günlərini yaşamaqdayıq. Allah bu aya xatir sizin və bizim günahlarımızdan qələmmi əfvi çəksin və bizləri hamımızı bağışlasın inşallah. Təbərrük olaraq İslam Peyğəmbəri buyurmuşdu. Allah məni meyraca aparan gecə, göyləri seyr etdiyim zaman behişt qapılarının üstündə 3 sətirdən ibarət bir yazı gördüm. Belə ki, birinci sətir belə idi. Bismillahirrahmanirrahim. Məndən başqa bir məbud yoxdur. Hər kəs ki, mənim Allahlığımı tanıyırsa, bilsin ki, mənim rəhmətim qəzəbimdən irəlidir. İkinci sətirdə isə belə yazılmışdı. Bismillahirrahmanirrahim. Sədəqə verməyin 10, borc verməyin 18, qohumlarla, küsülü olmuş yaxınlarla gediş-gəliş etməyin isə 30 savabı vardır. Üçüncü sətirdə yazılan bu idi. Hər kəs mənim Allahlıq məqamımı dərk edib başa düşsə, heç vaxt ruzi barəsində məni qınamaz. Əzizlərim, bu ayda möminlərin qəlbini şad etmək, sevindirmək müstəhəb və böyük savab əməllərdən sayılır. İmam Zeynul Abidin əleyhissalamdan sual etdikdə ki, möminlər kimlərə deyirlər? İmam Zeynul Abidin əleyhissalam belə buyurdu. Möminlər o şəxslərdirlər ki, təkliyə düşəndə, xəlvətdə olanda təqvalı olsunlar. Allahdan çəkinən pəhrizkar olmuş olalar. Pulları, mal dövlətləri az olmuş da olsa belə sədəqə versinlər. Onlara bir müsibət üz verdikdə dözsünlər, səbir göstərsinlər. Qəzəblənərkən həlim olsunlar və qorxurkən düz danışmış olalar. İmam Musa Kazım əleyhissalam belə buyurmuşdu. Hər kəs bir möminin qəlbini şad edərsə, onu sevindirərsə, həmin şəxs əvvəl Allahı, sonra Peyğəmbərini, daha sonra isə biz əhl-i beyti sevindirmiş olubdur. Mütləq kasıb və fəqir möminlərə yetişin. Həzrət Əli əleyhissalam buyurmuşdu ki, Allah Teala kasıb və fəqirlərin ehtiyaclarını varlıların sərvətində, mal dövlətində qoymuşdu. Belə ki, əgər hardasa bir kasıb və ehtiyacı vardısa, deməli hansısa bir imkanlı şəxs, var dövləti olan həmin kasıbın haqqını əda eləməyib, lazımı veriləsi haqqını ödəməyibdir. Allah bizi möminlərin, qardaşlarımızın, əzizlərimizin qəlblərini şad edib sevindirənlərdən qərar versin.